Boğazımızın lap yuxarı hissəsində yerləşən kiçik bir sümüyün danışmağımıza necə kömək etdiyini bilirsiniz? Adı hyoid, yəni dil sümüyü. O dilimizi və qırtlağımızı dəstəkləyir. Bu sümük əslində heyvanlarda da var. Məsələn, ulayan meymunların səs çıxarmasına elə bu sümük kömək edir. Amma insanlardakı forması biraz fərqlidir. Məhz bu kiçik fərq sayəsində biz səsləri daha mürəkkəb və axıcı şəkildə çıxara bilirik. Antik DNT araşdırmaları da danışıq qabiliyyətimizlə bağlı vacib ipucları verir. FOXP2 adlı gen dilin inkişafında böyük rol oynayır. Bu gen müasir insanlarda olduğu kimi onların əcdadları sayılan Neandertallarda da olub. Bəzi mütəxəssislər ilk dillərin Şərqi Afrikadakı ilk insanlarla birlikdə ortaya çıxdığını düşünürlər. İnsanlar dünyaya yayıldıqca dillər də rəngarəngləşdi. Bugün dünyada 7000-dən çox dil danışılır. Hər nə qədər danışılan ilk dillər olmasalar da, yazıya keçmiş ən qədim dillər arasında Şumer, qədim Misir və Akkad dilləri var. Dünya rəqəmsallaşdıqca dillər də heç olmadığı qədər sürətlə dəyişir. Hər yeni nəsillə birlikdə yeni argo sözlər, emojilər və ifadələr yaranır. Amma ünsiyyət qurma səbəbimiz heç vaxt dəyişmir. Yaxınlıq qurmaq, paylaşmaq və bir-birini başa düşməyə ehtiyacı.